İndi isə saçları yumuşuq. Görürsüz, saçlar coddur. Saçlar dolaşır. Görürsüz, baxın. Yəni belə eləyəndə də saçlar əlim keçmir saça. Çünki ona görə ki, bu saçlar balzamsız, maskasız xanımı incidər. Dolaşacaq, quru olacaq. Botoks baxımdan sonra isə yuyandan sonra saçlar ipək kimi olacaq. Görürsüz, əgər saçlarınızı daima boyayırsınızsa, açıq boyalardan istifadə edirsinizsə, mütləq şəkildə saç baxımı olunmalıdır. İndi isə izləmədə qalın. Nəticəni sizinlə paylaşacağım. Bu da nəticəmiz. Xanımın saçlarına saç baxımını etdik. Görürsüz, bayaq əlim keçmirdi saçın içinə. Cod idi, saçlar yıpranmışdı. İndi isə görün nə gözəldir. İpək kimi. Deməli, bu baxım saçlara dediyim kimi 50-60% düzləşmə verir. Saçları proteinlə, kollagenlə zənginləşdirir. Və nəticədə belə parlaq, yumuşaq saçlar əldə edirsiniz. Həqiqətən də bunu etdirməyə dəyər xanımlar. Deməli, xanıma gözəl bir saç kəsimi də eləyəcəyik. Kəsimi də sizinlə paylaşacağım. Burada isə baxımın nəticəsini sizinlə bölüşmək istədim. Görürsüz. Toxunun saçlarınızı xanım. Bəli. Toxunun, baxın. Necədir? Çox gözəl. Allah əllərinizi var eləsin. Canınızı sağlam eləsin. Çox gözəl. Çox sağ olun. Gözəl bacım, dəyərli bacım. Həmişə gözəllikdə.